Bir daha hər birinizi xoş gördük. Asan amma çaşdıran bir suala baxacağıq. Deməli necə olur? Yazır ki, qəlbi qırılmaq frazeoloji birləşməsi haqqında yanlış fikri seç və yaxud da doğru fikri seç. Tutaq ki, A variantında yazır ki, birinci tərəfdə işlənən söz mənsubiyyət şəkilçisi qəbul edib. Biz də baxırıq, qəlbi qırılmaq onun qəlbidir. Qəlbi qırılmaq onun qəlbi və məsələn də daha asan sizə görsənsin deyə deyirəm, onun qəlbi qırıldı. Qəlbi qırıldı. Axı frazeoloji birləşmələr şəkilçi qəbul edə bilir. Qəlbi qırıldı. Belə görsənsə lap görəsiniz ki, onun qəlbi qırıldı. Deməli, birinci tərəfdə, sonra deyəcəklər ki, bunu kiçik hərflə yazmışam. Birinci tərəfdəki söz mənsubiyyət şəkilçisi qəbul edib. Bunu düz götürürsünüz, amma düşünmürsünüz ki, bu qəlbi qırıldı frazeoloji birləşmədir. Frazeoloji birləşmədə də biz nə bilirik? Frazeoloji birləşmənin tərəfləri yoxdur. Bütövlükdə götürülür, tərəflərə parçalanmır. Bunun əsas aslı tərəfi deyə bir şey yoxdur. Burada birinci tərəfdə sözünə görə bu sual artıq səhvdir. Yanlış cavabımız elə oldu A variantı. Çünki qəlbi qırıldı, hissələrə parçalana bilməz. Biz deyək birinci tərəfində işlənən söz, məsələn, mənsubiyyət şəkilçisi. Bu da desə ilk söz, nə deyək desin, burada şəkilçisi haqqında heç nə götürə bilmərik. Bu frazeoloji birləşmədir, bütövlükdə bir sözdür. Burada heç bir şəkilçi zat yoxdur. Bu qədər sadə. Sağ olun, izahımız faydalı oldusa, bəyənib paylaşmağı unutmayın.